Əndazədəki bir nəqqaş bir söz demir, ya da sukut eləyir, onun söhbəti daha da çox dəri olur. İndi bir qərə ləçənin haqqında min cürə fəlsəfə danışırlar. Güya insanlığın sukutu imiş. Mənə nə danışırsan? Bu qərə ləçənin harası oldu? Fəqət deyirsən ki, mən bunu bu cür görürəm və bu cür olmalıdır. Yox, bu tablo müstəqil şəkildə mənim hisslərimlə, beynimlə, anlayışımla irtibat qurmalıdır. Bu müasir hünər, incəsənətin aradan getmiş dövranidir. Dünyanın hər tərəfində hər danışçı hünər kamil tanımalıdır. Amma bu illərdə heç bir fərənsəvi nəqqaş mühüm deyil ki, İranda, yaxud Hindistanda, yaxud Çində bir nəqqaş kimdir? 6000 illik gözəllik söhbətidir. Anlayış, rəng, form, ehsaslar, güllərin, insanların əzəməti. Bu elə bir böhrandır ki, məcburən o insanın haqqında danışır. Bu keşməkeş hardandır? Mən niyə cəsarət eləyəməyim? Deyəm ki, Robert Jackson Pollock'ın işləri budur. Əgər siz hər hansı bir çəpə, qapı ya divar, qarqah rəngrəzini götürüb qab eləyəsiniz, bir Jackson Pollock'ınız olacaq. Jackson Pollock'ın əhəmiyyəti nə mənədir? Əgər fəqət dolardır, əgər fəqət təbliğdir, kim gəlib Jackson Pollock görəcəksiniz. Siz onu görəndə nə mənə hiss edəcəksiniz? Hələ uzun ziyarətçilər səhvin görəsiniz ki, insanlar sizdən səhvin görmək üçün ta İtaliyacan gedirlər. Amma bizim öz qəhvəxana nəqqaşilərimiz o bir həmta doğran harda? Mən nəzərimə bu doğran tayı və bərabər olmayan bir doğrandır. Nağıl, əfsanələrlə dolu səmimiyyəti, ehsasları ilə bir əhəmiyyət hesab olunur. Niyə? Deyirlər, cəhanı sevimi insanlarındır. Ya hər istilahi ki işlədirlər. Amma dörddən axtafanı rəncləyib və xaliq aləm olurlar. Bu nədir axı? Bunu hardan çıxardılar? Bunların mənbəyi